Ötən gün Bakıda 19 yaşlı oğlanın meyidinin tapılması ilə bağlı məlumat verilib. Doğru Xəbər Azərbaycan bildirir ki, hadisə Şərq Saray Şadlıq Sarayında qeydə alınıb. Mərhum Nurlan Əliyevin vəfat edənə qədər Nizami rayonunun Nəsimi küçəsində yerləşən həmin restoranda ofisiant işlədiyi bildirilir. Hadisə də iş yerində qeydə alınıb. Onun meyidi asılmış vəziyyətdə aşkarlanıb. Şərq Saraydan saytımıza bildirildi ki, hadisənin adı çəkilən sarayda baş verməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, bu son günlərdə eyni restoranda baş verən ikinci hadisədir. Elə bu ayın əvvəldə orada 36 yaşlı kişi pilləkənlərdən yıxılaraq həyatını itirmişdi. Bakıda daha bir yol nəqliyyat hadisəsi baş verib. Qafqaz Info bildirir ki, hadisə oktyabrın 18-i qeydə alınıb. Belə ki, Murad Bahadıroğlu Rüstəmov idarə etdiyi Isuzu markalı 12 saylı sərnişin avtobusu ilə hərəkətdə olan zaman piyada Elçin Qafaroğlu Baxşıyev vurub. Ağır xəsarətlər alan şəxs xəstəxanaya yerləşdirilib. O, oktyabrın 22-si müalicə aldığı Sabunçu Tibb Mərkəzində həyatını itirib. Baş vermiş faktla bağlı Xətai rayon polis idarəsinin İstintaq şöbəsində araşdırma aparılır.